Salam, axşamınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsində 95 min manata 100 kvadratlıq ev satışa çıxarıldı. Paket kupçalı evdir. Evində kupçası var, torpağında. Qaz, su, işıq sayğacları var, kanalizasiya da mərkəzidir. Bu da onun böyük bir trapıdır. Bu da evimizin, həyətin giriş dərvazasıdır. Bax, görürsünüz, zibil qabı sağda, solda, hasarın qıraqlarında. Bütün güllərdir. Bax, dekorativ güllər əkilib. İndi əlavələr eləmək istəsiniz, siz öz gəlib eləyərsiniz. Həyəti də kifayət qədər genişdir. Həyətində də oturmağa stolu da var. Balkonlu, teraslı, padvallı və monolitli evdir. Ha, bu elə belə ev deyil. Mütləq gəlin bu evə baxın. Yerləşdiyi ərazini bir də deyirəm. Saray qəsəbəsində Saray MTK-yə yaxın, körpüdən dönəndən sonra yəqin ki, oradan bura bir 500 metr məsafə olar olmaz. Amma düz məhəllənin başına qədər asfaltdır. Yəni asfaltdan dönəndən sonra yenə də asfaltla davam eləyirsiniz. Qapının ağzına qədər demək olar ki, çox hissəsi asfaltdır. Tez birinci bir dənə bunun padvalını göstərirəm. Çünki bunun yeri bütün monolitdir. Bax, buradan düşürük padvala. Bax, görürsünüz yeri. Bura bir dənə göstərin. Bütün monolitdir bunun. Boydan boya. Yeri də beton steşkadır, pataloku da monolitdir. Sonra davam edək, tez buranı göstərək. Ara kəsmələri qoşadaşdır, görürsünüz. Padvalın ara kəsmələrinə qədər qoşadaşdır. Buradan da həyətə çıxmaq üçün bax, belə bir məsafəli həyəti var. İndi nə bilim, paltar asmağa, nə bilim, nəsə bir şey iş görməyə kifayət qədər geniş həyəti var. Bax, bu da zalın bir tərəfidir. Sütuna qədər qoyulub. Davam eləyək, zəhmət olmasa. Gəlin indi bura. Deməli, bu ev 95 min manatadır, Saray qəsəbəsindədir. Yerləşdiyi ərazidə saraydan gələndə körpü MTK var, Saray MTK. MTK-nı keçəndən sonra dönürsünüz körpünün üstündən sağa. Dönəndən də sonra yəqin bir 500 metr məsafə olar olmaz. Yolun çox hissəsi asfaltdır. Bax, yaxınlaşın bura. Bax, burada belə bir balkonu var. Korrektorun yeri buradadır. Kombi burada olacaq. Kombinin yeri rozetkalarına qədər çəkilib. Bu da mətbəxdən gəlmək üçün qapıdır yəqin. İndi mən evdən göstərim, oradan sonra davam eləyəcəyik. Ha, bax, xeyirli olsun. Çox qəşəng, yaraşıqlı evdir. Saray qəsəbəsindədir bu ev. 95 min manatadır. Kupçalı evdir. Evə girən kimi nəyi demək istəyirəm? Evin bütün yeri monolitdə, görürsünüz aşağıdan. Ona görə də radiator olmayacaq burada. Hamısı istipoldur. Bir dənə kombi qoyacaqsınız və səlam. Davam eləyək. Bax, bura mətbəxidir. Mətbəxin mebel arası keramikası vurulub, yeri də kermogranitdir. Mətbəx, hamam, tualet, koridor kermogranitdir, qalan otaqlar laminatdır. Bir də burayı göstərək. Bax, buradan bəyəşli terasa çıxmaq üçün xüsusi qapı qoyulub. Düz mətbəxlə yaxın olduğuna görə əlverişli bir proyektdir bu. Mütləq gəlin bu evə baxın. Hələ qonaq otağına baxın. Görürsünüz qonaq otağının böyüklüyünü. Şəbəkə pəncərədir, özdə korridor ürəkdə pəncərədir. Hər iki tərəfindən belə həyətə pəncərələr açılır. TV-stentin yeri buradadır. Görürsünüz, radiatorun yeri yoxdur. Radiator burada olmayacaq. Hamısı ev boydan boya istif oldu. Davam eləyək. Sanitar qovşağımıza baxaq. Bax, görürsünüz, şey yaraşıqlı. Bax, bu hörmətli izləyicilər, sanitar qovşağıdır. Sanitar qovşağına baxdıq. İndi yataq otaqlarına baxaq. Burada bir yataq otağıdır. Bax, görürsünüz. Bax, belə dekor, ramkaya alınıb, rozetkalarına qədər, kulçatorlarına qədər hər bir şey qurulub, hazırdır bu evdə. Burada da bir yataq otağıdır. Ümumilikdə 3 otaqlı evdir, ancaq 100 kvadrata yaxın evdir. Bir də izah edirəm, zəhmət olmasa yaxınlaşın. Deməli, Saray qəsəbəsində Saray MTK-nı keçəndən sonra sağa dönürsünüz. 500 metr, 600 metrlik məsafədən, yaxınlaşın zəhmət olmasa, gəlirsiniz, düz gəlib çıxırsınız bu evə. Yolun 90% hamısı asfaltdır. Bir dənə məhəllənin başından bir 50 metr, 100 metrlik yeri belə yoldur. Qalan hamısı asfaltdır. 95 mindən də ev sahibi endirim eləyəcək. Paket kupçalı evdir, qaz, su, işıq sayğacları var. Kanalizasiyası da ki, mərkəzi kanalizasiyadır. Çox gözəl proyektdir. Gördünüz, hələ bu videoda tam rahat düşmür. Mütləq gəlin bu evə baxın, canlı inşallah bunların hamısını sizə izah eləyəcəyik. Sağ olun.